Roma hüquqşünası Ulpian tərəfindən ilk dəfə tətbiq olunub və Ulpian hüquqi ümumi hüquq və xüsusi hüquq olaraq bölürdü və burada ümumi hüquq, publik hüquq deyərkən həmin hüquq sahəsində tabeçilik üzərində qurulmuş münasibətlər, yəni bir tərəfdə dövlət orqanı tərəfindən, digər tərəfdə isə vətəndaşlar arasında olan. Bura biz misal olaraq məsələn konstitusiya hüququnu deyə bilərik, inzibati hüququ, cinayət hüququnu, hansı ki bunun bir tərəfində dövlət dayanır. Xüsusi hüquq isə privatlı olsa daha çox fərdlər arasında, yəni bərabər hüquqlu vətəndaşlar arasında olan münasibətləri tənzimləyirdi. Və ona görə də biz bura mülki hüquq, ailə hüququ, mənzil hüququ, əmək hüququnu misal göstərə bilərik ki, hansı ki burada bir tərəfində digər tərəfə müstəsna üstünlüyü yoxdur. Yəni hər iki tərəf bərabər hüquqludur. Və bir məsələni